فقد قال الله تبارك وتعالى في محكم الكتاب أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ولقد أرسلنا من قبلك رسلا إلى قومهم فجاءوهم بالبينات فانتقمنا من الذين أجرموا وكان حقا علينا نصر المؤمنين صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أصحاب الحسين وعلى أصحاب Kervan'da iki cebhe var. Batille hak arasında. Hak Ali Muhammed'le yapan hak değil. Batil ise İslam libasına dinin müxtəlif yollarla insanları zəlalətə aparan bir qüvvədir. Və bu dünya malına aşıq olanlardır. Şeytan və nəfsinə qurbanlardır. O cür insanlar Allah'ın beğenmediği bir insanları bu dünyada da Allah Teala olanlar cezasını verecek inşallah. Allah Teala bizleri Allah Teala bizi peygamberiyle kaldı. Kitap kaldı kıyametinden de bizden Allah'ımızla Rabbimizin arasında. Yaxşı körpə bala bir neçə ayda dünyaya gəlirmiş ki, əlhədir. Buna günahı nədir? Ey dəş gəlir, ey boş var. Buna hiç olmadı. Bu sözləri şiddətlə olan edir, mən yeməyə aparım. Mən onu eləyə bilmədim. Axı, mən nə edərəm? Anama nə cavab verərəm? Onu da həli boş geri qayıtım. Qaydandan sonra axı deyildim, mən də gedə bilmərəm. Bu sözləri ömərlərlə uzaq eşitlərəm. Bilirsən, heç gəlməmişsən. Tam vaxtında gəlmişsən. Necə bəyəm, hər şey tutarım. Necə bir vaxtında gəlmişəm. Görürsən, o yaralı var onlar. Hərəkətlərdir. Get oturur, get onun başını kəs, gətir, ver mənə. Hər gördülər ki, mən qayıtlı gedik. Onda heç kim görək etmədi ki, qayıtlılarım geçsin. Və onun başını kəsin. Şevrim bizim Gökər Rəhnətullah. Tanıyırsınız. Hər nə qədər, amma bir çox yüksək yerə ayağını qoymuşsan. O yerə ki, ayaq qoymuşsan, ay lənət olunmuş. O yeri Peyğəmbər öpərdi. Sən hansı dinə xidmət edirsən? Hansı dində varsan sən? Sən nə cür bir Allah'ı tanıyırsan? Necə olursan bu cür insansan? Bu deyizindən istədi ki, bir neçə dəfə İmam Hüseynin başını kəssin, gördü ki, mümkün deyil, dedi, ey lənət olunmuş. Bu cür mənim başımı kəsə bilməzsən. Çünki bu həmən boğazdır ki, mənim gəldiğim Peyğəmbər oranı öpür. Sən başqa cür məni çevri o cür kəsin. Çevirdi ona o cür ona başını kəsin. Həmən o halda durun ayağı zəhmət olmasın. Vay vay, Hüseyin var. Peşne yanan Hüseyin var. Vay vay, Hüseyin var. Bizarica Hüseyin var. Nizede başı kardeş. Ekber'e vurdu yoldaş. Çekti cefanı sindaş.
Oldu sebep hudadan, aldı icaza meydan, gözleri yaş atadan, kalbi yanan Hüseyin var, etti hüner reşadet, yaşta kalan şücaat, geldi bize nihayet, Ekberi var, Hüseyin var, İnci Hüseyin'i sesler, ruhi yabandı gözler, takide kaldı neyler, taze katan Hüseyin var, girdi asa yakından, haca düşer atından, tuttu elin başından, yandı yanan Hüseyin var, hali görense insan, nerede dönerdi vicdan, takide oldu yandan, heykeli var Hüseyin var, kıldı nidayı nalan, gözleri renkli geriye, canı yaralı kalsa, halka batan Hüseyin var, oldu gören əvvəlfəz, yandı ələm əvvəlfəz, ölmə ələm əvvəlfəz, halı yaman Hüseyin var, haca düşəndə haddan, seçdə yanan susuzdan, kanı akar yaradan, secde kılan Hüseyin var, şimrelinde xəncər, şimri elinde xəncər, başını kesti yekser, gör kimi etti biter, tazik icat Hüseyin var, bir sene baktı Zeynep, ağzına yaptı Zeynep, göz yaşı damdı Zeynep, susma aman Hüseyin var, nizede kanlı başlar, ləblərə dəydi qaşlar, Zeynep'i döktü yaşlar, kanı akan Hüseyin var, yâre dudağı Allah'a, söyledi ayet Kur'an, Adem'i etti heyran, ləbləri qan Hüseyin var, aleme düştü feryat, geldi sadaya imdad, zakire kalktı hatta, nizede kan Hüseyin var, vay vay Hüseyin var, vay vay Hüseyin var, vay vay Hüseyin var. Peygamber okşarı Ali Ekber'in şücaatinden, marifetinden, layakatinden ismet kararı. Götürmüş sağ ol. Bozmaq istəyərsə, ya Rabbim Allah, gəzlərimizdə onların imkanları əllərindən al. Hər bir sahədə olan insan olsun. Onlar Azərbaycanın qorunmasında, onlar Azərbaycanın seyrəlməsində, Azərbaycan xalqının bir aman yaşamasında, gün
Kızım gel bir al. altında yaşamasına kömekle birlikte ömür yollara kömür. İlahi o insanlar bizim için fark etmez. İster Azerbaycan'da olsun, hadi onlara insan demek olmaz. İster Paris'te olsun, onlar Azerbaycan'ın istediğini istemiyorlar. Veyahut da ərazini gördüğünün olmasını istemiyorlar. Veyahut da əlel Kim var? halkın, Müslüman camiyyətinin mülaman yaşamasını, azad yaşamasını, güzel yaşamasını, birbirine əl-ələ verib rahat həyat sürməsini istəmezlerdi ya Rabbi. Yok uzaklaştı da uzak. İlahi ya Rabbi Allah, sənə an verən öz izzətinə, öz cəlalına. O şəhid eylədilər, şemir bir söz dedi, bu söz oldu Xanım Zeynəbə ox. Ne dedi? Çökülür xeymələrə, xeymələrin sahibi yox. Ya bayam dillah, ya bayam dillah, Xanım Zeynəbi, Xanım Zeynəbi elə kim? Əsir aparırlar, ya Xanım əsir gedir. الله ربي وأتوب إليه أستغفر الله ربي وأتوب إليه اللهم صل على